Şəmkir şəhərində yerləşən kimya-biologiya təmayüllü liseydə düşərgə təşkil olunub. Beynəlxalq Olimpiada Mərkəzinin şagirdləri üçün keçirilən tədbir iştirakçılar üçün həm bilik, həm də təcrübə baxımından yadda qalan olub. Düşərgə müddətində şagirdlər arasında müxtəlif yarışlar və elmi müzakirələr baş tutub. Bundan başqa əvvəlki illərin Olimpiada qalibləri ilə görüşlər təşkil olunub. Onlar öz təcrübələrini bölüşüb, uğur qazanmaq üçün vacib tövsiyələr veriblər. İnteraktiv formada keçirilən görüşlərdə şagirdlərin sualları cavablandırılıb. Düşərgənin keçirilməsində əsas məqsəd olimpiadaçı şagirdlərin akademik inkişafları ilə yanaşı, onların sosial bacarıqlarının da inkişafına nail olmaqdan ibarətdir. Düşərgə ərzində bizim mütəxəssis müəllimlər tərəfindən şagirdlərə intensiv dərslər keçirilir. Onlara həm praktik, həm nəzəri təcrübələr aparılır və onların daha çətinliyi artırılmış məsələlərin, problemlərin həllində köməklik göstərilir. Həmçinin onların analitik düşünmə tərzlərini inkişaf elətdirən onlara suallar, tapşırıqlar verilir. Dərslər fən müəllimləri ilə yanaşı, həm də bizim əvvəlki olimpiadaçı şagirdlərin, hansı ki, hal-hazırda onlar müxtəlif top universitetlərdə öz təhsil karyeralarını davam elətdirirlər, həm də onlar tərəfindən keçirilir. Onlar öz təcrübələrini bölüşürlər, onlar da digər şagirdlərdə motivasiyanın artmasına səbəb olurlar. Beynəlxalq Biologiya Olimpiyadası hər il müəyyən praktiki mövzular elan eləyir və komandalar o praktiki işlərə fokuslanaraq hazırlaşırlar. Biz də o elan olunmuş işlər əsasında müəyyən praktiki işlər, laboratoriya təcrübələri qoyduq və onu şagirdlərimizlə aparırıq. Burada müəyyən disseksiya işləri var. Biz onurğalı, onurğasız heyvanların disseksiyasını aparacağıq. Ondan sonra bioinformatika var ki, burada müəyyən proqramlarla iş, həmin proqramla necə işləmək lazımdır, dataları necə analiz etmək lazımdır, bu barədə dərslərimiz aparılır. Burada şagirdlər daha dərin alqoritmləri öyrənirlər, sosial mühit formalaşır və gələcək beynəlxalq olimpiadalara hazırlaşırlar. Düşünürəm ki, bu kampın məqsədlərindən biri də sosiallaşmaqdır. Burada müxtəlif fənlərin olması şagirdlər arasında bir-birlərinə inteqrasiyanın formalaşmasıdır. Burada yaz düşərgəsində iştirak edirəm. Biz burada həm biliklərimizi təkmilləşdirir, həm də sosial fəaliyyətlərlə məşğul oluruq. İdman və oyunlar oynayırıq. Biz burada yeni mövzular öyrənirik və çoxlu suallar işləyirik. Burada vaxtımızın səmərəli və əyləncəli keçdiyi üçün başda Kənan müəllim olmaqla bütün mentorlarımıza təşəkkür edirəm. İnformatika fənnindən yaz düşərgəsində iştirak edirəm. Biz burada hər gün maraqlı mövzular öyrənirik və daha sonra həmin mövzularda suallar işləyirik. Günümüzün bir hissəsini, böyük bir hissəsini suallar işləməklə keçiririk və digər hissəsində də digər olimpiadaçılarla maraqlı vaxt keçiririk, idman oyunlarına və s. məşğul oluruq.